Stüdyomda bugün musiqiçilərimiz var. Mən bilirəm ki, bu iki musiqiçinin bir qardaş da skripka ifasıcıdır, Səlim. Doğru mu? Oxşursunuz özdə. Məsələn, sizdə bilmirəm vəziyyət necədir? Yəqin ki, axtarsaq sizdə yoxdur. Sizdə necədir? Yaxşıdır, amma ki, varmı ailədə kimdəsə musiqi savı? Yoxdur. Amma bizim buraya indi hal-hazırda gələn qonağımız, yəni doğrudan da çox istedadlıdır. Hər kəs bilir, onun istedadına bələddir. Çünki çox peşəkar münsiflər heyətimizin qarşısından gəlib sizin tanış olmuşsunuz. Amma bir gözəl sənətkarımız var. Mələk xanım Əyyubovanı buradan salamlayaq. Xalq artistimiz, gözəl sənətkarımız. Bir adamın ki, xalası Mələk xanım ola. Amma özü tanınandan sonra bilək, xalası Mələk xanımdır. Yəni istedadıyla biz onu tanıdıq, sevdik. Daha sonra bilik ki, xalası Mələk xanım Əyyubovadır. Bu çox gözəl bir şeydir. Daha sonra gəlsin özü danışacaq. Hamı oxuyur. Hamı hansı aləti ifadə edir. Yəni, bu qədər istedad var. Yəni bu uşaqlar arasında. Danışacaq bu haqqında. Təbii ki, bildiniz. Mirkamil Kamilov gəlir. Xoş gəldin Mirkamil. Xoş gəldin. Salamlayaq. Mən çox danışardım, amma istəyirəm ki, ikimiz bərabər danışaq bu haqda. Danışaq, çox sağ olun. İlk öncə mən bütün qonaqlarımızı salamlayıram, tamaşaçılarımızı salamlayıram. Təşəkkür edirəm ki, bugün məni və Amarok Tayfa qrupunu... Amarok Tayfa, qrupun adı belədir. Ürəkdən alqışlayaq, çox xahiş edirəm. Neçə müddətdir artıq bu qrup üzərində çalışsın? Çünki biz səni görmürük, elə bir toylara başın qarışıb, sən Məlibaşı qrup yaradıbsan. Mən yaratmamışam, əstəğfurullah. Yaratmaq Allaha məxsusdur. Bəli. Ultras qrupu var idi, fəaliyyət göstərirdi. Şahin qardaşım orada var idi. Sonradan Şahin hansıdır? Şahin, Əli Şahin. Əli Şahin. Əli Şahin qardaşım, üzr istəyirəm. Sonradan Ələfsər qardaşım gəldi. Hal-hazırda Eurovision'da iştirak eləyəcək. Uğurlar, Uğurlar arzu edirik. Ələfsər özdə Natiq Ritm qrupunda balaban ifaçısı var, bir oğlan. Hər zaman Natiqin yanındadır. Natiq müəllimə də salamlarımızı göndəririk. Anardır, Xəyaldır, Səlimin qardaşlarıdır. Bunlar çox istedadlı gənclərdir. Qardaşları da çox istedadlı bir musiqiçidir. Eşitdim, barabanlarınızı da təzə dəyişmişsiniz. Bəli. Doğru mu? Barabanlı icad eləyən dostumuzdur Elvin. Elvin, mübarəkdir. Xeyirli olsun, gözəl musiqilər eşidə, gözəl musiqilər. Təbii ki, buna şübhəmiz yoxdur. Və Mirkamil bugün bizə, yəni xalq mahnılarını yəqin ki, ifadə edəcək, yoxsa bəstəkar mahnısı da olacaq? Azərbaycan bəstəkar mahnıları olacaq, həm də ki, türk folklorundan, türk sanat müziyindən musiqiləri olacaq. Bir daha təşəkkürümü bildirəm. Bütün ATV kollektivini salamlayıram, təşəkkür edirəm. Operator qardaşlarıma, hər kəsə. Mirkamil, məsələn, mən alışmışdım ki, sən xalq ulduzu yarışmasına görəndə Mirkamil mütləq rəqs etməli idi. Yerin tam olar, orada rəqs eləməz, yoxsa yerdən durub orada rəqs eləyirsən? Rəqs etmək o cavanlıq idi, rəqs eləyirdi, rəqs edirik. İndi də rəqs edirik, amma burada tam başqa... Ab-ı hava başqadır. İndi baxarıq hansı havadır. Buyur. Mən buyurum əyləşim, amma ilk öncə Amarok Tayfa bir gözəl kompozisiya ifa eləsin. Sonra mən oxuyacağım. Oldu. Hoş gəldiniz.
Bravo. Çox maraqlıdır, olduqca çox maraqlıdır. Qısa reklam fasiləsi və reklam fasiləsindən sonra artıq Mir Kamil Amarok tayfa ilə bərabər görək nələr ifa edəcək, maraqlıdır.